Deməli, müəllimlər, bugünkü mövzumuz olacaq müəllimin peşə bacarıqları, qabiliyyətləri izah etməyəcəm, çünki sual-cavaba daha çox vaxt qalsın istəyirəm. Peşə bacarıqlarını elə dərs prosesində öyrənəcəksiniz. Yəni, diqqətli olsanız, elə dərsdə də bacarıqlara tam yiyələnəcəksiniz. Müəllimin, yəni tərbiyəçi müəllim, pedaqoqun 4 peşə bacarığı var, hansı ki, bu bacarıqlara mütləq yiyələnməlidir. Yəni, tərbiyəçi müəllim mütləq ki, bu peşə bacarıqlarına sahib olmalıdır. Yəni vacibdir, mütləqdir. Hansı peşə bacarıqlardır? Konstruktiv, kommunikativ, qnostik, bir də təşkilatçılıq. Baxın, tərbiyəçi müəllimin 4 peşə bacarığı var. Bacarıq başqadır, qabiliyyət başqadır. Bacarıqlara mütləq ki, yiyələnməliyik, sahib olmalıyıq. Özümüzdə formalaşdırmalıyıq ki, təlimimiz həm səmərəli, həm keyfiyyətli, həm də faydalı şəkildə təşkil olunsun. 4 peşə bacarıqlarından konstruktivdir, kommunikativdir, qnostikdir və təşkilatçılıqdır. Konstruktiv bacarıq hansı ki, müəllimin əslində nəticə yönümlü və proaktiv yanaşmada olmasıdır. Yəni, müəllim, əgər ki, təlimini səmərəli təşkil etmək istəyirsə, səmərəli və keyfiyyətli təlim təşkil etmək istəyirsə, mütləq ki, konstruktiv müəllim olmalıdır. Yəni, nəticə yönümlü, planlı, proqramlı. Əvvəlcədən hər bir şeyi təxmin etmək, əvvəlcədən proqnozlaşdırmaq, əvvəlcədən təsəvvür etmək, planını qurmaq əvvəlcədən, qarşıya çıxa biləcək bütün qarşıya çıxa biləcək bütün problemləri əvvəlcədən təxmin etmək və lazımi tədbirləri, addımları atmaq konstruktiv bacarıqdır. Baxın, dərsi təşkil etmək deyil, təşkil etmək başqa bizim bacarığımızdır. Salam, hər birinizin axşamınız xeyirli olsun. Amma konstruktiv rəy yenə qeyd edirəm. Baxın, konstruktiv rəy yəni müəllimin tədbirli, hazırlıqlı, nəticə yönümlü olmasıdır. Proaktiv yanaşmada olmalısıdır. Proaktivlə reaktivi qısaca izah edim ki, terminin mənasını biləsiniz. Baxın, reaktiv müəllim heç vaxt risk etməyi sevmir. Reaktiv müəllim heç vaxt planı əvvəlcədən qurmur. Reaktiv müəllim hansı ki, bu mənfi yanaşmadır. Müəllim problem baş verir, sonradan başlayır o problemin həllinə köklənməyə ki, bunu necə həll edim və əlbəttə ki, vaxtını boşuna itirir. Düzdür? Yəni, səmərəli dərs təşkil etmir. Qarşıya çıxa biləcək problemləri əvvəlcədən təxmin etmir, özünə inamlı olmur. Bir növ avtoritar yanaşmada olur. Planlı qurmur, planla hərəkət etmir və əlbəttə proqnozlaşdırma bacarığı yoxdur. Risk etməyi sevmir təlimlə, təhsillə bağlı. Deməli, reaktiv müəllimdir. Yəni, yaxşı yanaşma deyil. Amma proaktiv müəllim əksinə o nəticə yönümlüdür. Əvvəlcədən proqnozlaşdırır, əvvəlcədən təxmin edir. Qarşıya çıxa biləcək bütün problemlər, onları təsəvvür edir, təxmin edir və onun qarşısını ala biləcək tədbirləri əvvəlcədən hesablayır, düşünür və hansı addımı, hansı zaman aralığında atacağını bilir deyə vaxt itirmir. Baxın, həm dərsimi səmərəli təşkil edirəm, həm də vaxtı boş-boşuna itirmirəm. Demək, proaktiv müəlliməm, proaktiv yanaşmada olan müəlliməm. Amma reaktiv olsam nə edəcəm? Problem baş verir. Cüzi bir problem də ola bilər. Amma mən ondan sonra düşünürəm ki, indi nə edim, necə edim, dərsimi də bölürəm. Halbuki məşğələni bölmək olmaz. Yəni məşğələni dayandırmaq olmaz. Amma mən nə edirəm? Məşğələ sırasında bilmirəm necə edim, nə edim. Həmçinin keçən dərsdə izah etmişdim. Nəticə yönümlü olmasam əgər mən, yəni planı əvvəlcədən qurmasam, gəlib planı əvvəlcədən qurduğum o vaxtı məşğələ sırasında itirəcəm. Yəni məşğələdə düşünəcəm ki, necə edim, hansı mövzunu keçim, hansı məqsədləri yazım və vaxtım boş-boşuna gedir. Amma konstruktiv, proaktiv yanaşmada olan müəllim əvvəlcədən hər bir şeyi düşünür, əvvəlcədən təxmin edir. Uşaqların zəiflikləri olacağı yeri, uşaqların çətinlik çəkdiyi məqamları, göstərəcəyi nəticələri əvvəlcədən əlbəttə təxmin edir və lazımi tədbirləri də görür. Eyni zamanda maddi-texniki baza, vəsaitlər. Yəni mən nə edirəm? Qarşıma qoyduğum məqsədlərə çatmaq üçün lazımi addımları atıram. Lazımi vəsaitlər mənim əlimin altında olur. Məşğələyə əgər gəlirəmsə və mənim mövzum deyək ki, vətənlə bağlıdır. Amma mən vətənlə bağlı hər hansı bir əyani vəsaitlərə sahib deyiləm. Yəni, yanımda yoxdur ki, onu göstərəm və məşğələmi təşkil edəm. Görsünüz, hazırlıqlı yenə tədbirli müəllim deyiləm. Uşaqlar hardasa nəticələri zəif oldu, bilməyəcəm hansı rəyi verim, hansı konstruktiv rəyi uşaqlara verim ki, onları yönləndirim, istiqamət verim. Bilmirəm. Yəni, deməli, mən konstruktiv müəllim deyiləm. Konstruktivi situasiyada necə yaradacaqlar? Müəllim plan qurmur, müəllim əvvəlcədən qarşıya çıxa biləcək, belə deyim, problemlərin qarşısını alacaq addımları atmır, hansı tədbirləri görəcəyini bilmir, vaxtını boş-boşuna itirir, məqsəd yönümlü, nəticə yönümlü müəllim deyil. Deməli, hansı bacarıqlara sahib deyil? Konstruktiv və yaxud əyani vəsaitləri yoxdur. Dərs keçir, anidən hər hansı bir problem baş verir. Müəllim də ki, misal üçün, deyək ki, video slayd izlədəcəkdir uşaqlara və baxır ki, video slayd işıqlar sönür, göstərə bilmir, izlədə bilmir uşaqlar. Deməli, konstruktiv deyil, B planı yoxdur. Əlavə planı yoxdur müəllimin. Və yaxud heç işıqlarla bağlı olmasın. Dərs gəlirəm keçməyə, baxıram ki, mövzum bugün yenə qeyd edirəm, vətənlə, heyvanla, ailə ilə, nə iləsə bağlıdır, amma mənim uşaqlara
göstərəcəyim əyani vəsaitim yoxdur. Halbuki, yadınızda saxlayın, bağça dövründə uşaqlar körpədir və vizual daha çox öyrənirlər, yəni görərək. Əyanilik nə idi? Uşaqların mövzunu daha keyfiyyətli mənimsəməsinə şərait yaradır. Niyə keyfiyyətli? Çünki onlarda təsəvvür azdır da, əsasən 1-2 yaşda və 2-3 yaşda uşaqların məhdud təsəvvürləri, bilikləri var deyə, mən nə isə sözlü şifahi şəkildə desəm belə, uşaq onu təsəvvür edə bilmir. Təsəvvür nədir? Nəsə haqqında məlumatım olmalı və onu canlandırmam beynimdə. Amma mənim məlumatım yoxdursa, necə onu canlandıra bilərəm? Necə təsəvvür edə bilərəm və yaxud bilə bilərəm ki, müəllim nəyi qeyd etdi, nəyi səsləndirdi indi? Ona görə görürsünüz, əyanilik orada nə dərəcədə vacib rol oynayır. Eləcə də orta böyük və məktəbə hazırlıq qrupunda da. Göstərirəm, tanış edirəm, uşaq daha yaxşı mənimsəyir. Və əgər ki, mənim əlimin altında bu qeyd etdiyimiz vəsaitlər yoxdur, yəni dəstəkləyici mühit cəhətdən zəifəmsə, dəstəkləyici mühitdə düzgün təşkil etmirəmsə, deməli konstruktiv müəllim deyiləm. Baxın, konstruktiv hər zaman planlı, proqramlı, proqnozlaşdırma, təxmin etmə, daha sonra qarşıya çıxa biləcək problemləri əvvəlcədən hesablama, ona lazımlı tədbirləri görmə, hansı bacarıqdır? Konstruktiv. Yəni qeyd edirəm, nəticə yönümlü, proaktiv. Daha sonra, kommunikativ nədir? Kommunikasiya bilirsiniz də, ünsiyyətdir. Yəni, mən hər kəsin qəlbinə yol tapmalıyam. Bilirsiniz, ünsiyyət çox vacibdir. Yəni, mənim sosial bacarıqlarım elə mənim ünsiyyətimdən bəlli olur. Əgər düzgün yanaşa bilirəmsə hər kəslə düzgün dil tapa bilirəmsə, düzgün əlaqə yarada bilirəmsə, yola gətirməyi bacarıramsa, bax, ola bilər valideynlərlə də vacibdir, təkcə uşaqlar deyil. Ailələr müxtəlifdir, düzdür. Və elə uşaqlar var ki, necədirlər onlar, daha doğrusu ailələr, onlar həssasdırlar, eləsi var narahat valideyndir, eləsi var, belə deyim, avtoritar yanaşmadadır və mən onları ələ almağı bacarmalıyam. Düzdür, həssas valideyn nə edir? Tez-tez zəng eləyir ki, uşağım nə edir? Tərləmədi ki, yemək yedimi, su verdi, yatır və s. Amma mənim əgər kommunikativ bacarığım varsa, bax, yadınızda, hər birinizdə olmalıdır bu. Onunla elə tərzdə danışacam, elə mülayim tərzdə, onu inandıracam, güvənini qazanacam, bax, danışıqdan çox asılıdır. Güvənini qazanacam və artıq onu müəyyən qədər sakitləşdirəcəm, artıq narahat olmayacaq. Və yaxud da avtoritar valideynlər, ailələr. Avtoritar necədir? Ancaq mən dediyim olacaq. Uşağın üzərində baskısı var. Düzdür, necə ki, təlimdə avtoritar yanaşma mənfi hesab edilir, ailədə də avtoritar yanaşma mənfidir. Və valideyn mütəmadi olaraq baskı edir, elə mənim üzərimdə də baskı qurmağa çalışır, hegemon yanaşmadadır və mən nə edirəm? Danışığımla valideyni yola gətirirəm. Əgər mən bu avtoritar yanaşmada olan valideynlə aqressiya ilə danışsam, aqressiv əlaqə yaratsam, əlbəttə ki, burada heç nə əməkdaşlıq, nə ümumiyyətlə ünsiyyətdən söz bəhs oluna bilməz. Düzdür, əlaqə yaramayacaq, çünki aqressiya ilə cavab verəcək mənim aqressiyama və burada konfliktə yol açıram. Həm öz bacarığımı, daha doğrusu vəzifəmi yerinə yetirmirəm, həm valideyn hüququ pozulur, həm də ki, məqsədlərimə çatmayacam. Kommunikasiya çox vacibdir. Eləcə də uşaqlarla. Elə uşaq var, böhran dövründədir, çox həssas olur, aqressiv olur, ərköyün olur, tərs olur uşaq. Ancaq mən dediyim olsun, mən istədiyim olsun, bilirsiniz də, böhranlar haqqında məlumatınız var, uşaq necə onu bir üzə verir. Elə uşaq var, özünə qapanır, eləsi var, aqressiyanı üzə verir. Eləsi var ki, heç böhran dövründə deyil, amma tərs uşaqdır, biraz belə egoist uşaqdır. Və mən onu yola gətirməliyəm axı. İstəyirəm ki, nəsə öyrənsin, uşaqlarla dostluq etsin, paylaşsın. Burada ən başda kommunikasiya çox vacibdir. Nə edirəm? Ünsiyyət qururam, danışaraq, onun qəlbinə yol tapıram, yönləndirirəm. Bax, yönləndirmə. Mən müdavimlərimə tez-tez deyirəm, bu cümləni tez-tez işlədirəm. O deyir, xoş dil, şirin dil, ilan da yuvasından çıxardar. Yəni, bax, kommunikasiya o da deyir, sən xoş dilin olsun ki, hər kəsi yola gətirməyi bacar. Elə danışıq tərzi olan, yəni kommunikativ bacarığı güclü olan valideynlər, müəllimlər var ki, ən belə xaotik vəziyyəti, ən xaosdur da, belə burada böhrandır, belə deyim, konflikt yaran və s. onu o qədər gözəl sakitləşdirir, o qədər düzgün tənzimləyir. Heç kimdə ruh incimir. Bax, kommunikasiya çox vacibdir. Düzgün əlaqə qurmaq, ümumiyyətlə, ünsiyyət nədir? Uşaqlarla da düzgün əməkdaşlıq etmək üçün, valideynlərlə də dərs prosesini səmərəli idarə etmək deyək də, bunun üçün də kommunikativ bacarıqlar çox vacibdir. Sırf dialoqdur, sırf ünsiyyətdir, əlaqədir, əməkdaşlıqdır, kommunikativ bacarıqlarınızdır. Yəni, hər kəsin qəlbinə yol tapa bilmək. Yenə mənim PDF-mi kimdir yazan? Yəni, hər kəsi sevdirmək. Böyüklə böyük oluram, uşaqla uşaq oluram. Anlayırsınız? Və əlbəttə ki, aqressiv insanlardan aqressiv olmuruq. Orada da dözümlülük nümayiş etdiririk, səbirli davranırıq və düzgün şəkildə yanaşma. Və yaxud hər hansı bir məlumat ötürmək istəyirəm. Deyək ki, valideynə, övladı haqqında. Ola bilər ki, mənfi davranış sərgiləyibdir. Bağlayıram video kameraları, narahat olmayın. Və ola bilər ki, aqressiv bir davranış sərgiləyib övladı və yaxud mənfi bir davranışı var. Valideyni məlumat ötürmək istəyirəm. Məndə kommunikativ bacarıq yoxdursa, heç vaxt onu konstruktiv şəkildə qarşı tərəfə ötürməyəcəm. Düzdür, cobud şəkildə, bax, cobud danışıramsa, məndə bu bacarıq yoxdur. Çünki nə edəcəm? Yaxınlaşıb deyəcəm, sizin övladınız çox tərbiyəsizdir. Dərs boyu bütün günü məni nervləndirib, hövsələdən çıxardıb. Valideyn nə edər?
həm mənə aqressiya ilə reaksiya verər, həm də ki, məni görəndə artıq qaçacaq ki, bu müəllim heç ağzının danışığını bilmir. Bu necə danışmaqdır? Düzdür? Yəni kommunikasiya çox vacibdir. Ümumiyyətlə əlaqə yaratmaq üçün, əlaqə qurmaq üçün ən başlıca bizim kommunikativ bacarığımız olmalıdır. Hər bir vəziyyəti idarə edə bilirəm o zaman. Ünsiyyət bacarığım varsa, kommunikasiya ünsiyyətdir. Ünsiyyət bacarığım varsa, hər bir vəziyyəti idarə etmək, əlaqə yaratmaq, düzgün hər kəsin qəlbinə yol tapmaq, daha sonra özümü sevdirmək, hər kəsin güvənini qazanmaq, ən çətin vəziyyətləri belə idarə etmək. Bax, kommunikasiyadır. Daha sonra qnostik. Qnostik, qnozis sözündən götürülübdür. Yunan sözü, mənası idrac deməkdir. Yəni, burada daha çox müəllimin özünün keyfiyyətlərindən bəhs edir. Necə keyfiyyət? Yəni, müəllimin özünü idarə etməsi, yenilikçi olması, özünü inkişaf elətdirməsi, daha sonra kreativ olması, daha sonra interaktiv metodlardan istifadə etməsi və s. Yəni, zehinlə, idraçla, təfəkkürlə bağlıdır bu bacarığınız. İndi izah edirəm. Baxın, qnostik bacarığa sahib olan bir müəllim uşağın emosional vəziyyətini də bilir. Necə bilir? Çünki mən uşaq psixologiyasını öyrənmişəm. Yəni, mütəmadi özümü inkişaf elətdirirəm, yenilikləri öyrənirəm və artıq uşağa bir nəzər yetirməklə bilirəm ki, o uşaq təşvişdədir, narahat mı olur, hardasa çətinlik mi çəkir, özünə mi qapanıb və onun emosional vəziyyətini anlaya bilirəm. Eyni zamanda ona təsir etməkdir. Hansı, belə deyim, addımı atsam, o uyğun olar, onu da bilirəm. Düzdür, onunla dil tapmaq kommunikativ bacarıqdır. Amma yanaşmanı tətbiq etmək, yəni hansı metoddan istifadə etsəm daha gözəl nəticə əldə edərəm, bu qnostikdir. Və yaxud yenilikçiyəm, innovasiyalar edirəm, yenilik edirəm, yeni metodlar öyrənirəm. Yeni qnostik bacarıqdır. Daha sonra öz təcrübəmi iş yoldaşlarımla bölüşürəm, özümü inkişaf elətdirirəm, axı yenilikləri öyrənirəm. Eyni zamanda iş yoldaşlarımın təcrübəsində özümdən, yəni bilirsiniz, ego yönümlü olmamalıyıq. Bir növ elmi dildə deməyim, loru dildə izah edim, yəni yekxana olmamalıyıq. O da mənim kimi işçidir də, mən niyə onunla təcrübəmi bölüşüm və yaxud ondan nə öyrənəcəm, o məndən artıq nə bilir, bu yanaşmada olmaq olmaz. Nə edirik? Səsim gəlmir. Gəlmir müəllimlər səsi. Gəlir Gəlir müəllim. müəllim. Gəlir müəllim. Gəlir müəllim. Kimə gəlmir səsi? Gəlir müəllim, gəlir. Aha. Yəqin sizin internetdəndir. Müəllimə, çox güman ki, sizin internetdəndir. Yəni, çünki səs gəlir. Əl işarələrini də qaldırın. Baxın, sıralama sual-cavab necə olur? Yəni, mən hər yerdə qeyd edirəm. Sual-cavabı sırf əl sırasından, yəni kim birinci əl qaldırır, ondan başlayıram. Burada qətiyyən qərəzli davranım, öz müdavimlərimə ancaq sual-cavab edim və yaxud hansısa bir müəllimi daha çox sevim deyə ona belə yanaşım, qətiyyən qərəzli davranmıram. Yəni, kim əl sırasını necə qaldırır, o sırayla da davam edirəm. Burada olan müəllimlərdə yəqin məlumdur hər birinizə. Əgər ikinci yerdə qaldırmışsınızsa, ikinci sual-cavab olunacaqsınız, beşinci yerdə qaldırmışsınızsa, beşinci. Yaxşı, yəni, indidən əl qaldırın. Bundan sonra sual-cavabdır. Deməli, qnostik dedik ki, yenə nə oldu? Müəllimin öz təcrübəsini bölüşmək, iş yoldaşlarının, kolleqalarının, yəni həmkarlarının təcrübəsindən yararlanmaq, bölüşmək. Daha sonra tədqiqatlar aparmaq. Baxın, tədqiqat aparıram niyə? Hər hansı bir məlumatı əldə edim, axtarıram, araşdırıram, yenilikçiyəm və bunun əsasında, baxın, tədqiqat aparıram deyə artıq obyektlərdir, hər bir şeyi dəyərləndirə bilirəm. Tədqiqat nədir? Yəni, məlumat tapıram da, düzdür? Axtarım, araşdırıram, məlumat əldə edirəm. Və məlumatlı olduğum bir şeydə qiymətləndirmək daha asandır. Baxın, qiymətləndirmə ona görə aparmaq da qnostikdir. Çünki mən tədqiqat aparıram deyə, misal üçün, bax, deyək ki, nə olsun? Bax, uşaq yönümlü ya təhsil olsun, bir də inklüziv. Siz belə sual versəm, misal üçün, indi müəyyən qədər məlumatınız var deyə müqayisə edəcəksiniz. Amma məlumatı olmayan bir müəllim necə qiymətləndirə bilər ki, inklüziv daha faydalıdır, yoxsa uşaq yönümlü, hansı daha genişdir, özəllikləri nədir, faydası daha çox nədədir, bilməyəcək. Amma tədqiqat aparan, yəni axtarıb araşdıran, məlumat əldə edən müəllimə bu sualı versən, o qədər ətraflı sənə izah edəcək. Oxşar cəhətlərində, fərqliliklərində, hansı daha genişdir, hansının faydası nədir? Çünki məlumatı var, görürsünüz, qiymətləndirə bilir artıq. Ona görə qiymətləndirmə də qnostikdir. Və yaxud deyəcək ki, tərbiyəçi müəllim kreativdir, fərqliliklər edir. Yenə təhsillə bağlı fərqlilikdən bəhs olunur. Bax, təhsillə bağlı fərqliliklər yenə nədir? Bizim qnostik bacarığımız. Daha sonra deyəcək ki, tərbiyəçi müəllim uşaq psixologiyasını öyrənir və özünü inkişaf elətdirir. Yəni, peşkarlıq səviyyəsini artırır. Yenə qnostik bacarıqdır. Çünki mən yeniliyi öyrəndikcə özümü də inkişaf elətdirirəm. Düzdür? Yəni, kəşf edirəm, tədqiqat aparıram, axtarım, özümü də inkişaf elətdirmiş oluram. Daha sonra, burada nəyə diqqət yetirək? Tədqiqatçılıq bacarığında. Təcrübəsini dedik, psixologiyanı bilmək dedik. Bir də ki, təlimi interaktiv şəkildə təşkil etmək. Baxın, interaktiv təlimi təşkil etmək nədir?
Yəni əgər mənim dərsimdə uşaqlar passiv şəkildədirlərsə, yəni passiv bir mövqedə otururlarsa, misal üçün ənənəvi təhsildəki kimi sadəcə dinləyici bir mövqedədirlərsə, deməli müəllimdə qnostik, yəni idraki bacarıq yoxdur. Amma idraki bacarığa və didaktik qabiliyyətə sahib olan bir müəllim əlbəttə ki, uşaqların təlimdə fəal şəkildə iştirakını təmin edəcək. Yəni bu nə deməkdir müəllimlər? Bilirsiniz də bu gün bizdən kurikulum nəyi tələb edir? Deyir ki, uşaq otursun sən onun qarşısına hazır məlumatı ötürmə. Uşaq cavab verə bilmirsə, onun yerinə cavab vermə. Uşaq əgər nəyisə bilmirsə, ondan daha potensialı yüksək bir saniyə, ondan potensialı daha yüksək bir həmkar deyirəm, həm yaşıdını qaldırıb onun sualı cavablandırmağa tapşırma. Olmaz. Bu zaman uşaq sənə arxeyin olur və daha yaxşı mənimsəmir mövzunu. Həmçinin passiv bir mövqedə yanaşmada olur. Amma sən onun belə deyim, tədqiqat aparması üçün şərait yaratsan, yəni özü axtarsın, araşdırsın və yaxud dostlarla, həmyaşıdlarla bir yerdə əməkdaşlıq edərək hər hansı bir məlumatı müzakirə etsinlər, yenə hər hansı bir qənaətə gəlsinlər. Sən də əlbəttə ki, əsas bilik mənbəyi kimi nə edəcəksən, yönləndirəcəksən uşağı. Yəni fasilitatorsan, bələdçi. Uşağa istiqamət ver, yön ver, özü də axtarsın, araşdırsın. Məsləhət ver. Əlbəttə ki, sənin rolunda vacibdir. Sən yön ver, istiqamət ver. Cavab verə bilmirmi? Əlavə suallar ver. Onu asanlaşdır, daha asan versiya gətir, çıxar ki, uşaq tapsın onu. Çünki o zaman sən onun idraki fəallığını təmin edəcəksən. Amma sualı onun yerinə cavablasan, uşaq necə mövqedə olacaq? Onsuz da bu gün də bilməsəm müəllim özü deyəcək də. Onsuz da bu gün bilməsəm də müəllimin özü deyəcək. Onsuz da müəllim nə edir? Heç nə etmirəm, bilməyəcəm, başqa uşaq deyəcək. Anlaşılır, passiv olur. Amma artıq bilir ki, məsəl üçün gələn dəfə daha məsuliyyətli olur. Bilir ki, müəllim mütləq ki, ondan tələb edəcək. Yəni davamlı suallarla həmçinin motivasiyası da yüksəlir də. Uşağın özü cavab verəndə elə özünüzdən götürün. Sualı cavabladıqca necə motivasiyanız artır, daha çox istəyirsiniz, iştirak edəsiniz, daha çox suallar verirsiniz sizə. Amma bir dəfə, iki dəfə bilməyəndə istər-istəmiz ruhdan düşürsünüz. Əslində amma düşməməlisiniz. Daha sonra deməli qnostik bacarığımız nə ilə bağlıdır? Deyək ki, maarifləndirmə. Maarifləndirmə də yenə qnostikdir. Ümumiyyətlə nəql etmə, məlumat ötürmə, maarifləndirmə, uşaqlara mövzunu asan şəkildə çatdırmaq, materialları uşağın anlaq səviyyəsinə uyğun hazırlamaq yenə qnostikdir. Görürsünüz, ümumiyyətlə idrak nə idi? İdraki inkişaf sahəsini bilirsiniz də hər biriniz. Burada da müəllimdə o formalaşmalıdır keyfiyyətlər ki, onu düzgün şəkildə təşkil etsin. Maarifləndirmə nədir? Bax, valideynləri ola bilər ki, iclasa çağırıram. Orada məlumat ötürürəm. Hər hansı bir təhsil haqqında, hər hansı bir metod haqqında, hər hansı bir yanaşma. Nədir qnostik bacarıq? Uşaqlara məlumat ötürürəm, dərsi danışıram, məşğələdir. Qnostik bacarıq. Müzakirələr təşkil edirəm, suallar verirəm, uşağın fəallığını təmin edirəm, qnostik bacarıqdır. Materialları elə hazırlayıram ki, o deyirsiniz, siz tez-tez açar söz, müəllim açar söz. Bağlaçar sözlərlə hazırlayır və oradakı terminləri sadə dildə qeyd edir ki, müəllim anlasın və yaxud uşaqlar anlasın. Yenə qnostik bacarıqdır. Yəni zehinlə bağlıdır. Zehin nədir? Bax, həm qiymətləndirə bilirəm, həm tədqiqat aparıram, həm özümü inkişaf elətdirirəm, psixologiyalarını öyrənirəm, uşaqların emosional vəziyyətini anlayıram. Daha sonra uşaqlara hansı metod daha uyğun olar, onu bilirəm. Daha sonra tədqiqatlar aparıram, yenilikçiyəm, kreativ müəlliməm. Təcrübələrdən yararlanmağı da, bölüşməyi də sevirəm. Deməli, qnostik bacarığa sahibəm, düzdür? Yəni, bu oldu bizim qnostik bacarığımız. Zehinlə əlaqəlidir, müəllimin sırf özündən, yəni özündə formalaşdırmalı olduğu keyfiyyətlər, bacarıqlar olmalıdır ki, bu, belə deyim, qnostik bacarığı da düzgün şəkildə təşkil etsin. Tədqiqat aparanda əlbəttə axtarıb, araşdırıb məlumat əldə edirəm deyə nə edəcəm? Qiymətləndirməm də asan olacaq. Sonra təşkilatçılıq. Təşkilatçılıq bacarığı deyək ki, ən aparıcısıdır bacarıqların içində. Yəni ümumiyyətlə hər biri vacibdir. Yəni belə baxsaq, mənim kommunikativ bacarığım yoxdursa, necə əlaqə yaradacağam uşaqlarla? Qnostik yoxdursa, dərsimi necə uşaqlara aydın şəkildə çatdırıb ötürəcəm? Konstruktiv yoxdursa, materialları necə təşkil edəcəm? Necə dəstək verəcəm uşaqlara? Düzdür? Və uşağa necə konstruktiv rəy verərək onu istiqamətləndirəcəm inkişafını? Əlbəttə bacarmayacam. Təşkilatçılıq da ki, ümumiyyətlə təşkildir. Yəni, hər bir şeyi təşkil etmək. Dərsimi təşkil edirəm, təşkilatçılıq bacarığı. Bayramlar, şənliklər təşkil edirəm, təşkilatçılıq. Hər hansı bir tədbirdir, təşkilatçılıqdır. Uşaqlar arasında vaxtla bağlıdır da bir növ təşkilatçılıq. Misal üçün, konstruktivdə plan qurmaq da əvvəlcədən, amma plana uyğun məşğələni təşkil etmək təşkilatçılıqdır. Misal üçün, şənliklərdir, tədbirlərdir, uşağın hansı rolu canlandıracağı, hansı misal üçün şeiri danışacağı tədbirdə, bax, bunların hər birini bölüşdürmək yenə təşkilatçılıqdır. Düzdür, müəllimdə təşkilatçılıq yoxdursa, mən necə misal üçün, indi buraxılış olacaq da bağçada, məktəb hazırlıq qruplarında, necə o şənliyi təşkil edə biləcəm, necə uşaqlar arasında rollar bölürəm, deyirəm, bax, sən bunu danışacaqsan, sən bunu edəcəksən, sən bunu söyləyəcəksən, sən bunu rəqs edəcəksən.
Edə bilmərəm, düzdür? Amma təşkilatçılıq varsa, baxıram qrupumda 15-20 uşaq var, tez hərəsinə bir rol verirəm, hərəsinə bir şeir verirəm, hərəsinə bir hekayə öyrədirəm misal üçün və çıxırlar, çox da gözəl şənliyi təşkil edirəm. Anlaşıldı, yaxud da elə o vəziyyəti orada idarə etmək. Yəni təşkilatçılıq idarə etməkdir, təşkil etməkdir, vaxtı-vaxtında hər bir şey etmək. Uşaqlara istəyirəm ki, qrupu səliqəyə salsınlar. Onlara o işlərə də sövq etmək və yaxud ictimai ümumi işlərə sövq etmək, onlar arasında o işləri düzgün bölüşdürmək. Hansı bacarıqdır? Təşkilatçılıq. İclası təşkil edirəm, təşkilatçılıqdır. Baxın, təşkil etmək. Və yaxud dərs təşkil edirəm, məşğələnin özü və yaxud indiki bu dərs təşkilatçılıqdır. Yəni vaxtı-vaxtında hər bir şey etmək, düzgün bölüşdürmək, bunların hər biri təşkilatçılıq bacarığıdır. Baxın, burada deyir, uşaqları ictimai işlərə cəlb etmək, bağçada uşaqların yaşlarına uyğun ictimai faydalı işlərə cəlb etmək, uşaqlar arasında düzgün vəzifə bölgüsü aparmaq, onların boş vaxtlarını günün tələbləri səviyyəsində düzgün təşkil etmək və s. Yenə qeyd edirəm, iclaslardır, şənliklərdir, məşğələdir, bayramlardır, tədbirlərdir. Bunların hər biri ayrıca uşağın gün rejimidir. Gün rejimi düzgün şəkildə təşkil etmək hansı bacarıqdır? Təşkilatçılıq. Yəni prosedurlardır da əslində fəaliyyətlərin ardıcıl yerinə yetirilməsi. Düzdür, inkişaf etdirici mühitimizdə komponentlər var idi. Bax, sırf zaman komponentinə aiddir. Yəni məndə təşkilatçılıq bacarığı varsa, zaman komponentində düzgün şəkildə təşkil edəcəm. Yəni vaxtı-vaxtında hər bir şeyi düzgün şəkildə bölərək. Bu da oldu bizim təşkilatçılığımız. Bu qədər. Sualınız var? Var suallarınız bununla bağlı? Yoxdursa keçirəm sual-cavaba. Aha, yəni məncə də çox aydın izah elədim. Bundan artıq yəni aydın heç kim izah etməz. Başlayaq sual-cavaba deməli. Çox sağ olun. Çox sağ olun müəllimlər. Sizin bu xoş sözləriniz mənim diqqətimi yayındırır. Aha. Ha, deməli Zəhra müəllimə Nağıyeva. Ümumi suallar Bəli, verəcəm. salam müəllimə. Salam, Bəli, hər verin. vaxtınız xeyir. Deməli, siz mənə deyin, bax, əgər tərbiyəçi müəllim proqnozlaşdırma bacarığına sahibdirsə, yəni proqnozlaşdıra bilirsə, əvvəlcədən təxmin edə bilirsə, hansı bacarığa sahibdir? Konstruktiv bacarıq. Konstruktiv bacarığa. Deməli, bizə dövlət alt standartı verir tələb olaraq, yoxsa əsas standartı tələb olaraq verir? Hər il Tələb uşaqların olaraq alt standartı, 6. alt standartı düzdür. Daha sonra siz mənə deyin, təlimdə inteqrativliyi təmin edən alt standartdır, yoxsa əsas standart? Alt standartdır müəllimə, alt. Alt standartdır, düzdür. Hansı inkişaf sahəsidir ki, uşaqlar burada belə deyim, tədqiqatlar aparır, axtarır, araşdırır və yaxud müəllim tapşırıq verir, uşaqlar qruplaşdırır, ümumiləşdirməkdir. Hansı sahə üzrə bacarıq İdraki, formalaşdırır? müəllimə, idraki. Ay salam, idraki inkişaf sahəsi üzrə uşaqlarda keyfiyyət formalaşdırır. Qrupa yeni gələn bir uşağı digər uşaqlar ələ salır. Deməli, uşaqlarda hansı səriştə formalaşmayıb? Səriştə, səriştə şey müəllimə, bu milli adı nə idi onun? Milli müxtəlifliyə Mədəni, hörmət idi deyəsən. mədəni, Hə, mədəni müxtəlifliyə hörmət. ay sağ olun. Mədəni müxtəlifliyə hörmət səriştəsi. Bəs didaktik prinsip olaraq hansıdır? Didaktik prinsip olaraq şəxsiyyət yönümlülük. Aha, didaktik prinsip olaraq şəxsiyyət yönümlülük. İnkişaf sahəsi olaraq hansı sahəni formalaşdırmayıb müəllim? Hansı sahə üzrə bacarıq, keyfiyyət formalaşdırmayıb? Sosial emosional. Düzdür. Yaxşı, əgər tərbiyəçi müəllim uşaqlara dərsi danışmağa sövq edir, daha sonra onlara sual verir, müzakirələr təşkil edir, söhbət təşkil edir, suallar verir, müzakirələrdir, misal üçün çalışır ki, uşağın danışığını, yəni nitq bacarığını daha çox inkişaf elətdirsin. Bu zaman hansı səriştəni formalaşdırır? Bir də ki, hansı sahə üzrə uşaqda bacarıq formalaşır? Ünsiyyət səriştəsini formalaşdırır. Didaktik prinsip Bir hansıdır? də didaktik prinsip idraki. İdraki. İndi monoloq olsa, əgər sırf misal üçün suala cavab verirsə, dərslə bağlı, yəni uşağın əqli fəallığını təmin edirəmsə, bu hansı inkişaf sahəsidir? Əgər söhbət, yəni dialoq kimi aparırıqsa, bu hansı inkişaf Söhbət sahəsidir? müəllimə sosial emosional idi. Monoloq Mhm. idraki idi məncə. Düzdür. Təlimin təşkil verilən hansı prinsip idi ki, uşaqların mövzunu daha keyfiyyətli mənimsəməsinə şərait yaradır? Bu şagird yönümlülük. Bilmirəm. Düşünə görə uşağın mövzusunu ən başda da dərsi izah edəndə qeyd etdim. Uşaqlar necə öyrənir məktəbə qədərdə? Hə, Yəni nəyi müəllimə, təmin əyani etsin? vəsaitlərlə öyrənir. Ay sağ olun. Əyani. Əyanilik. Əyanilik deməli uşağın mövzunun keyfiyyətli mənimsəməsinə. Keyfiyyətli niyə? Anlayır da, görür. Artıq onu daha yaxşı mənimsəyir. Anlayır nədən bəhs olunduğunu. Yəni şuurlu şəkildə dərk edir. Anlayırsınız? Bəli. Aha. Yaxşı. Sonra siz mənə deyin. Müsbət emosional mühit dedikdə nəyi nəzərdə tuturuq? Müsbət emosional mühiti necə təşkil etmək lazımdır? Yəni ki, uşaqların psixologiyası pozulmasın, belə yəni
e, yəni Hı. uşaqların maraqları, potensialı, yəni bunlar hamısı nəzərə alınsın da, yəni uşaqlar düşünülsün bir növ. Aha. Yəni sağlam psixoloji mühiti təşkil edən müəllim müsbət emosional mühiti də qurmuş olurmu? Bəli, müəllimə qurmuş olur. Ason. Sağlam psixoloji mühit nədir? Yəni müəllim hansı addımı atsa, uşaqlarda sağlam psixologiya olar. Eyni zamanda mühit də o şəkildə təşkil olunar. Hansı addımı da atsa, sağlam psixoloji mühitin tələbləri pozulur. Məncə müəllimə uşaqlar yəni fiziki və psixi zorakılıq hallarından qorumalıdır. Və Aha, daha maddi sonra. texniki baza düzgün olmalıdır. Ə, Hı hı. Bundan başqa uşaqlara yəni yəni uşaq yönümlü didaktik prinsipə əməl olunmalıdır. Ə, Aha. Misal üçün, əgər Başqa mən uşaqlara qərəzli davranıramsa, sağlam psixoloji mühit var burada? Qərəzli yox davranmaq. müəllimə. Pozğunluq, Hı hı, qərəzsizlik. qərəzli Hı hı. Uşaqlara qarşı laqeydəm. Qərəzli deyiləm, amma laqeydəm bütün uşaqlara qarşı. Deməli, Bəli, sağlam burada da psixoloji mühit var. pozulmuşuq. Yox, Ay, yox. son burada da pozulur. Yaxşı, tərbiyəçi keyfiyyətli dərs təşkil edirsə, hansı etik prinsipi reallaşdırmış olur? Keyfiyyətli dərs təşkil etmək və hər kəs üçün vicdanlılıq nümunəsi olmaq hansı etik prinsipdir? Vicdanlılıq müəllimə ilə. Ay, sağ olun. Yaxşı, bəs deyə bilərsiniz, əgər mən öz vəzifə funksiyalarımı, ümumiyyətlə öz gücümü, öz maraqlarıma görə istifadə edirəmsə, öz çıxarlarım üçün istifadə edirəmsə, burada hansı etik Ə, prinsip pozulur? Burada loyallıq. Loyallıq. Ə, Mhm. Məncə birində fikirləşirəm müəllimə, qərəzsizliyi də fikirləşirəm. Ay, sağ olun. Ay, sağ olun. Gərəksizlik. Yaxşı, bəs deyə bilərsiniz, əgər tərbiyəçi müəllim ola bilər ki, uşaqlar arasında cinsinə görə fərq qoysun. Bax, və yaxud da fərq qoymasın, onlara xatırlatsın. Desin ki, sən oğlansan. Oğlanlar ağlamaz, ya Aha, kişilər ağlamaz. Sən qızsan. Qızlar heç belə gülər. Qız heç maşınla oynayar. Hansı etik prinsip pozulur? aha. Bu da müəllimə qərəzsizlikdir. Qərəzli Gərəksizlik. davranış. Eyni zamanda əlavə olunub sonradan etik prinsiplərə sırf cinsi fərq olsa, hansı etik prinsipi götürürük? Cins üzərindən. Gender Bu bərabərliyi. Aha, gender, gender hə, Gender bərabərliyi. gender bərabər. Ay, sağ ol. Gender bərabərliyi, cinsi fərq. Yəni əgər biz düşünürük ki, qadınlar bunu etməlidir, kişilər bunu Hı hı. etməlidir, belə bir yanaşma dayaqsa, gender bərabərliyi pozulur. Yəni hər kəs hər istədiyini edə bilər. Çərçivə Bəli. daxilində. Aha, sonra siz mənə deyin. Bax, əgər mən uşaqları ələ salıramsa və necə ələ salıram? Yəni vulqar zarafatlar edirəm. Daha sonra uşaqlara imkan vermirəm ki, sözünü desin. Başqa valideynlərlə danışanda onların sözlərini bölürəm. Hansı etik prinsip pozulur burada? Mədəni davranış. Ay, sağ ol. Mədəni davranışdır, düzdür. Yaxşı. Bədii təfəkkür məşğələsi hansı başlıq altında keçirilir? Ə, Deməli, Aha. düşünək və Düşünmək düşünək olmaz. və ə, Bədii düşünək, təfəkkürdə nə edir uşaqlar? Nə hmm, edirik biz? ə, yəni müəllimə dinləyib anlayırlar deyəsən. Ay, sağ ol. Dinləyib Dinləyib anlamaq. anlamaq, düzdür. Bədii təfəkkür üçün ən uyğun metod, yəni iş üsulu hansı olar? Ki, uşaqlarda həm rabitəli nitqi Nağıl etmə idi formalaşdırır, həm məncə. dinləyib hansı? Nağıl etmə var idi orada. Nəql etmə, Başqa, düzdür. Nəql etmədir, aha, düzdür. nəql etmə. Bəs hansı metoddur ki, uşaqların fəallığını, yüksək fəallıq yaradır, yəni uşaqların yüksək fəallığını təmin edir? Hansı metoddur? Və 4-5 yaşından istifadə edirik. Didaktik oyunlara da aiddir. Bax bu metod, yəni iş üsulu Hmm, induktiv xarakterdədir. Nə induktiv. olar? Aha. Tapmaca. Ay, son tapmaca. Düzdür. Yaxşı. Daha sonra didaktik oyun hansı növünə aiddir? Stol üstü, şifahi yoxsa oyuncaq? Didaktik oyun müəllimə, şifahiyə. Şifahiyə. Hansı oyunlar idi ki, böyüklər tərəfindən uşaqlara ötürülür, nəsildən nəslə keçirilir? Qaydalı Mütləq uşağa oyunlar. öyrətmək lazım. Aha, qaydalı oyunlar, düzdür. Yaxşı. Daha sonra siz mənə deyin. Demək, hansı iş forması uşaqlarda nə ünsiyyət, nə də əməkdaşlıq bacarığını, yəni sosial bacarıqları inkişaf elətdirmir? Amma müsbət cəhətləri Fərdi uşaqlara müəllimə. asanlıqla izləməyimiz hansı? Fərdi müəllimə. Ay, son fərdi. Ədəddən əvvəlki dövr dedikdə hansı yaş qrupunu nəzərdə tuturuq? Nədən əvvəlki müəllimə? Eşitmədim. Ədəddən. Hələ ədəddən tanış olunmur uşaqlar burada. E, Sadəcə bir, çox, az, çox, Mən böyük, 1-2 kiçik. yaş. Sadəcə erkən inkişaf. 1-3 yaş müəllimə. 1-2, Ay, son. 2-3 belə. Düzdür. Hansı yaş qrupunda uşaqlara ali hisslər formalaşdırılır? Yəni uşaqlarda dostluq münasibəti, həmrəylikdir, empatiya hissi 3-4 müəllimə formalaşdırılır. məncə.
Hə, Xeyr, empatiya formalaşır. empatiya 5-6-dır müəllimə böyük Ay, sağ olun, məktəbə 5-6. hazırlıqda. Düzdür. Təsviri fəaliyyətin hansı rəsmdə, yəni rəsmdə hansı yaş qrupunda uşaqlar, misal üçün bir rəsm veririk, yarısı var, digər yarısını albom üzərindən uşaqların özləri tamamlayır. Hansı yaş qrupudur? Bu rəsmdə albom Aha. e, Pişiyin yarısı var, necə digər yarısını uşağın özü çəkir. Bir cins elementdir. orta Ay, sağ olun, müəllimə. orta. Deməli, bir cins element üzərindən sayma fəaliyyəti hansı yaş qrupu olacaq? Eyni cins. Orta. Ay, sağ olun. Nəyi nəzərdə tuturuq? Eyni cins nədir? Eyni cins, yəni eyni olan şeylər, varlıqlar gedir. Ay, sağ olun. Yəni, misal üçün, iki alma, bir armud versəm, uşağın fikri yayınacaq. Düzdür, bilməyəcək burada neçədə nədir. Bəli. Düzdür? Ay, sağ olun. Yaxşı, uşaq, misal üçün, ədədlər sonludur, yoxsa rəqəmlər? Ə, Sonluğu ədədlər olan hansı? sonludur. Ədədlər. Ədədlər sonlu olarmı ki, yəni 100 dənə, 1000 dənə? Yox müəllimə, hə, çaşdım. Rəqəm Ay, sonludur. sağ olun. Ədəd 9-a 2 sonsuzdur. sonra rəqəmləri birləşdirib sayandırıq. Çox sağ olun. Çox gözəl. Siz də Nuray sağ olun müəllimə. müəllimə. Salam müəllim, axşamınız xeyir. Hər vaxtınız xeyirli olsun. Nuray müəllimə, siz mənə deyin, bax, əgər tərbiyəçi müəllim kreativ bir yanaşmada acıyan kreativ müəllimdir, yenilikçi müəllimdirsə, hansı bacarığa sahibdir? Və Yenilikçi, özünü inkişaf et. innovasiya. Xeyr, bax, bacarıqlar hansı idi? Kommunikativ, konstruktiv, gnostik, təşkilatçılıq. Hansıdır? Yenilikçi, konstruktiv Hı. olacaq da onu. Konstruktiv bilmirəm. Bilmirəm. Yəni zehnlə əlaqəlidir. Axtarıram, araşdırıram, yenilikçiyəm, Gnostik fərqliliklər edirəm. müəllimə, gnostik. Ay, sağ olun. Ay, sağ olun, gnostik. Yaxşı, bəs hansı bacarıqdır ki, tərbiyəçi müəllim aqressiv valideynlərlə belə dil tapır? Yəni onları yola gətirməyi Kommunikativ bacarır. müəllimə, qəlblərinə Ay, yol tapa bilir. düzdür. Kommunikativ bacarıq hansı inkişaf sahəsidir? Sosial emosional. Uşaqlarda kommunikativ bacarığı formalaşdırmışıqsa, hansı didaktik prinsipdir? Hansı olacaq? Necə müəllimə? Uşaqlarda kommunikativ bacarığı inkişaf elətdirmişiksə, yəni şəxsi keyfiyyətlər hansı didaktik prinsip idi? Şəxsiyyət yönümlülük müəllimə. Ay, sağ olun, şəxsiyyət yönümlülük. Yaxşı, daha sonra siz mənə deyin. Deməli, tərbiyəçi müəllim əgər ki, deməli, uşaqlara nə edir? Şeir əzbərləməyi öyrədirsə, bax, şeiri əzbərləmək hansı inkişaf sahəsi üzrə uşaqlarda keyfiyyətlərin formalaşdırılığını göstəricisidir? Şəxsiyyət yönümlülük, yenə müəllimə. İnkişaf sahəsi. İnkişaf sahəsindən hansı olacaq? İnkişaf sahəsi, idraki Mhm. inkişaf. İdraki inkişaf, düzdür. Bəs əgər mən uşaqlara didaktik və koqnitiv, yəni öyrədici, inkişaf etdirici materiallardan istifadə edirəmsə, təlimin təşkilinə verilən hansı prinsipini reallaşdırıram? Hansı prinsipdir? Tələb Hansı yönümlülük. prinsip? Tələb yönümlülük deyil. Təlimin təşkilinə verilən prinsiplər 6 dənə idi. Hansı idi? Şəxsiyyət, diferensial, idrak fəallığı, əyanilik, əməkdaşlıq, nəticə yönümlülük. Bunlardan hansıdır? Mən uşağa induktiv və deduktiv, induktiv deyirəm. Diqqətim yayındı. Didaktik və koqnitiv materiallardan istifadə edərək uşaqda nəyi təmin edirəm? İdrak fəallığı müəllimə. Ay, sağ olun. İdrak fəallığı düzdür. Yaxşı. Daha sonra siz mənə deyin. Bax, əgər tərbiyəçi müəllim interaktiv metodlardan istifadə edirsə, hansı didaktik prinsipi reallaşdırır? İnteraktiv metod. İnteraktiv. Mhm. Didaktik İnteraktiv prinsip metod. olaraq. Hansı yenilikçi müəllimə? İnteraktiv Tələb metodlardan. yönümlülük müəllimə. Ay, sağ olun. Bəs bacarıq olaraq hansı bacarıqdır? Gnostik. Gnostik bacarıqdır, düzdür. Yaxşı, sonra siz mənə deyin, ədədlərlə uşaqları hansı yaş qrupundan tanış edirik? Ədədlərlə 2-3 yaşdan. Xeyr, ədəd olar ki, o ədəddən əvvəlki dövr 1-3 dedik axı. Ədədlərlə tanış edirik hansı yaş qrupudur? Aha, müəllimə 3-4 yaşdan yəqin ki. Ay, sağ olun, 3-4 yaşdan. Burada uşaqları rəqəmlərlə də tanış edirikmi? Hesablamada rəqəmlərdir. Yəni bir növ müəllimə, biraz. Biraz deyil. Biraz deyil. Olarmı ki, heç? Bilmirəm. Rəqəmlərlə 10 dairəsində hesablama hansı yaş idi? Orada 12-yə 5-6 qədər. yaşda. Ay, sağ olun. 5-6 Demək 5-6 yaşda uşaqları rəqəmlərlə də tanış edirik. Hesablamada, Bəli. misal üçün, ay sağ olun. Amma say fəaliyyəti ədədlərdə orta qrupdan etibarən biz Bəli. reallaşdırırıq. Yaxşı. Daha sonra siz mən deyin. Bax, bədii təfəkkür məşğələsinin əsas məqsədi nədir? Uşaqlarda Məşğələnin əsas məqsədi. estetik zövqü formalaşdırmaq. Nə ilə tanış etməkdə əsas məqsədimiz uşaqları?
Nə? Ətraf mühitlə. Ətraf ətrafla tanışlıq məşğələsidir, ətraf mühitlə. Bilmirəm. Nə ilə tanış edirik? Bədii ədəbiyyatdır da səninki tanışlıq, düzdür? Uşaqları bədii ədəbiyyatla tanış etmək. Şeirlərdir, nağıllardır, tapmacalardır, yanılmacalardır və s. və ilahi. Düzdür? Yəni məqsədimiz Bəli. bədii ədəbiyyatla tanış etmək. Düzdür. Bax, nəql etmə zamanı biz uşaqların yaş xüsusiyyətlərini nəzərə alırıq. Yəni misal üçün böyük həcmli nağıllardır və ya şeirlərdir. Bunlar kiçik yaş qrupunda danışıla bilər. Xeyr, müəllimə, yaş xüsusiyyəti nəzərə alınmalıdır. Ay sağ olun, mütləq. 1-2 yaşda Hansı yaş daha qrupun kiçik həcmli. Orada nağıl danışırıq, uşaqlar hələ özləri danışa bilmir. Yəni çalışırıq əyanilik Evet. üzərindən. Hansı yaş qrupundan uşaqlar artıq kiçik həcmli şeirdir, nağıldır, bunları danışmağı bacarmalıdır. Ay sağ olun, 2-3 yaşdır, düzdür. Daha sonra hansı inkişaf sahəsidir ki, biz onu əsas məqsəd kimi yaza bilmirik, amma inteqrasiyanın məqsədi kimi yazmaq olar və əsasən inteqrasiya xarakteri daşıyır bu inkişaf sahəsi. Sosial emosional müəllimə. Ay sağ ol. Sosial emosional inkişaf sahəsidir ki, onu məqsəd kimi yazırıq, amma inteqrasiyanın məqsədi kimi. Yəni məsəl üçün 2 dənə əgər əsas standartın məqsədini yazıramsa, birində inteqrasiyanın məqsədi kimi yaza bilirəm. Yaxşı, daha sonra hansı iş üsuludur ki, elə vəziyyətləri yaradırıq ki, uşaqlar fərziyyələr səsləndirsin. Yəni öz ideyalarını səsləndirsinlər. Hansı iş üsuludur? Nəqli hücum. Ay sağ olun. Hansı oyunlardır ki, bu oyunlar uşaqların deməli özləri tərəfindən yaradılır? Yaradıcı oyunlar. Hansı inkişaf sahəsinə aiddir bu oyunlar? Yaradıcı, estetikə müəllimə. Estetik yaradıcı düzdür. Hansı növləri var yaradıcı oyunlar? Hansı növ var? Yaradıcı oyunların müəllimə, konstruktiv müəllimə var, quraşdırılmış oyunlardır. Aha. Dramlaşdırılmış oyunlardır. Bir də, Biri də aha. Hansı idi başqasını təqlid etmək, yamsılamaq? müəllimə, sürekli rollu oyunlar. Ay sağ olun. İndi siz mənə deyin, təlimləşdirici xarakter daşıyan hansıdır bunlardan? Təlimləşdirici xarakter daşıyan, yəni əvvəlcə Ay sağ olun, düzdür. Dramlaşdırılmış. Düzdür. Hansı iş formasıdır ki, bu iş forması zamanı uşaqlarda empatiya hissi formalaşır. Yəni uşaqlar artıq başqa Müəllimə, yaxın. Biri-birinə. Ay sağ olun, biri-birinə, düzdür. Yaxşı. Məzmun standartı dedikdə nəyi nəzərdə tuturuq? Məzmun standart. Məzmun standartı. Məzmun standartları müəllimə 2 dənədir. Alt standart, əsas standart. Ay sağ olun. Məzmun standartı tərifi necə idi? Nəyə qoyulmuşdu? Bilik və fəaliyyətdən ibarət. Ay sağ olun. Bilik və fəaliyyətdən ibarət idi. Yəni dövlətin Bilik nə öyrəndiyi, fəaliyyət nə bacardığı, yəni nəyə tətbiq etdiyi. Ay sağ olun. Bilik nə bildiyi, bacarıq bildiyini necə nümayiş etdirdiyi. Yaxşı. Deməli, bizim təlimimiz dedik daha çox uşaqlarda bacarıq yoxsa biliklərin formalaşdırılmasına yönəlir? İkisini də müəllimə, bilik və fəaliyyət. Düzdür. Deməli, tərbiyəçidə əgər fasilitatorluq bacarığı varsa, o uşaqların prosesdə fəal iştirakını təmin edəcək, yoxsa passiv mövqedə, yəni özü sadəcə nəql edən mövqedə? Fəal müəllimə, məsələn, müəllimə fəal iştirakını təmin edir, yəni yol göstərir. Bilmədiyində cavabı, yəni demir də, yol göstərir. Scaffolding edir. Scaffolding edir. Düzdür, çox sağ olun. Çox yaxşı. Çox sağ olun. Aytən müəllimə. Sağ olun. Aytən müəllimə Zevs İvanov yazılan. Hər vaxtınız xeyirli olsun. Aytən müəllimə, deməli, siz mənə deyin, bax, biraz öncə bacarıqları izah etdim. Hansı bacarığa sahib olan müəllim hər kəsin qəlbinə yol tapır? Hansı bacarıqdır? Kommunikativ. Hansı bacarıq idi ki, uşağın emosional vəziyyətini bir nəzər yetirməklə anlayıram. Çünki uşaq psixologiyasını bilirəm. Gnostik. Ay sağ olun. Düzdür. Hansı inkişaf sahəsidir ki, burada tərbiyəçi müəllim uşaqları əməyə sövq edir, yəni iş görürlər. Otağını səliqəyə salırlar. Cüyüşələrə Təşkilatçılıq. İnkişaf sahəsi. İnkişaf sahəsi. Bacarıq dedim. İnkişaf estetik. Ay sağ olun. Estetik yaradıcı. Düzdür. Hansı bacarıq, hansı sahə üzrə uşaqda keyfiyyət formalaşıbsa, o başqalarının emosional vəziyyətini anlayacaq, yəni empatiya quracaq. Sosial emosional. Gün rejimimiz hansı inkişaf sahəsinə aid idi? İnkişaf və sağlam. Empatiya qurmaq eyni zamanda hansı didaktik prinsipin uşaqda formalaşdığının göstəricisidir? Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük. Əgər ki, tərbiyəçi müəllim deməli, uşaqları elmi cəhətdən inkişaf elətdirmirsə, ancaq dinlə bağlı söhbətlər açırsa, xeyr, didaktik prinsip, dünyəvilik, düzdür. Mən uşaqlara tapşırıq verirəm, amma yoxlamıram ki, görüm uşaqlar necə öyrəndilər, necə nümayiş etdirdilər, hansı didaktik prinsipdir?
Hansı? İnkişaf yönümlü. Ay, sağ olun. İnkişaf İnkişaf yönümlü. yönümlü. Düzdür. Əgər İnkişafını yoxlama. düzdür. Mən baxıram ki, uşaq lider ruhlu deyil. Yəni özünə qapanıq və belə deyim, asosialdır. Deməli uşaqda hansı didaktik prinsip formalaşmayıb? Sosial emosiyanı. Düzdür. Bəs əgər uşaq travmalıdırsa, yəni tərbiyəçi elə təlim yaradır ki, uşaq burada sarsıntı keçirir, travma alır, daha sonra qorxu ilə nəyisə yerinə yetirir. Deməli hansı didaktik prinsip pozur? Tərbiyəçi müəllim. İnkişaf yönümlü. Ay, sağ olun, düzdür. Uşaq yönümlü. Diaqnostik qiymətləndirmə hansı didaktik prinsipdir? Uşaq yönümlü. Uşaqları tanımaq üçün. Düzdür. Diaqnostik uşaq yönümlülükdür. Müəllim əgər ki, düzdür. Bəs tərbiyəçi müəllim baxır ki, uşaqların potensialı bu mövzuya hazır deyil. Amma yenə də mövzu, yəni plan əsasında mövzunu keçirsə, hansı didaktik prinsip pozulur? Uşaq yönümlüyü pozur. Düzdür, uşaq yönümlüdür əlbəttə, amma variantda sizə verəndə ya uşaq ya da inkişaf verəcəkdir. İkisini birdə verməyə düzgün deyil. Çünki uşaq yönümlü uşağı nəzərə almıram deyə, inkişaf yönümlü də uşağı inkişafdan saxlayıram deyə. Çünki yeni mövzunu keçirəm. Aha. Hər ikisi də İzah etmişdim keçən dəfə. Yeni mövzunu keçməliyəm, amma baxıram ki, uşaqlar köhnə mövzunu hələ öyrənməyib. Mən də təkrar üzərində qalıram, inkişaf elətdirirəm uşağı. Və yaxud baxıram ki, uşaqlar yeni mövzuya hazırdır, amma yeni mövzunu keçmirəm. Deyirəm, mən səhlənkar yanaşıram, uşaqları inkişafdan saxlayıram, inkişaf yönümlü. Düzdür? Burada da baxıram ki, uşağın potensialı ona uyğun deyil. Düzdür, potensialı nəzərə almaq uşaq yönümlü də. Ay, sağ olun, uşaq yönümlü də. uşaq yönümlü. Ona görə dedim ki, müəllimə, yəni Aha, potensialı nəzərə almaq uşaq yönümlüdür, amma bəli. Ən başdan keçirsə də, yəni orada hələ bilmiş ki, inkişafın əlaməti yoxdur. Məsələn, gəlir, bir dənə məşğəl bir mövzu keçmək istəyir. O hələ bilmiş ki, inkişaf edən var. Elə deyil, o başqa. O başqa. Məsəl üçün mən qrupuma artıq bələdəm, baxıram ki, bu ona hazır deyil. Amma mən yenə də məhəl qoymuram da, buna yenə də keçirəm mövzunu. Baxıram ki, uşaqlar yeni mövzuya hazır deyil, amma mən keçirəm, bu baxımdan potensial dedim. Ola bilər sualın qoyuluşu bəz yanlış oldu. Yəni mən yeni mövzunu keçirəm uşaqlara baxmadan da, baxmıram ki, hazır deyil. Yaxşı, konstruktiv rəy vermək uşaqlara hansı didaktik prinsipə reallaşdığının göstəricisidir? Konstruktiv rəy. Uşağa yol göstərir, uşağa müsbət emosional şərait yaradılırsa, uşaq yönümlülükdür. Asıl, konstruktiv rəy daha uyğundur, daha faydalıdır, yoxsa destruktiv rəy? Konstruktiv. Hansı daha xüsusi verilir? Aha, hansı xüsusi verilir, hansı ümumi şəkildə verilir? Konstruktiv yoxsa destruktiv? Konstruktiv rəy daha xüsusi verilir. Səhvi də qeyd edilir. Amma səhvi müəllimə cümləsini başlayarkən ilk öncə müsbət sözlərdən gəlir, amma konkret olaraq səhvində deyil, deməlidir və vaxtında verilməlidir. Ay, sağ olun. Konstruktiv rəy deməli vaxtında verilir və xüsusi olaraq uşağın səhvi göstərilir ki, uşağın inkişafına istiqamət vermiş olaq. Aha. Yaxşı. Uşağın özünə də fərq verilir. Düzdür. Hansı qiymətləndirmə idi ki, bu qiymətləndirmə vasitəsilə tərbiyəçi müəllim uşaqlar haqqında məlumat toplayır. Bu valideyndən də toplaya bilər, elə tədrisinin əvvəlində uşaqları müşahidə edərək də. Hansı? Diaqnostik, ilkin qiymətləndirmə. Düzdür. Bəs hansı qiymətləndirmədir ki, uşağın necə öyrəndiyini, necə inkişaf etdiyini müəyyən edirik bu qiymətləndirmə? İnkişafın izlədiyi formatik qiymətləndirmə. İnkişafın izlənməsi sadəcə dərs boyu, daha doğrusu inkişafın izlənməsi sadəcə dərsiz. Dərs boyu. Yarımçıq cümlədən anlayırıq bir-birimizi, nə gözəl. Deməli, dərs boyu aparılır, dərsin sonunda yalnız aparılmır. Aha. Hansı oyundur ki, bu oyunlar daha çox uşağın əqli fəallığını təmin edir. Yəni diqqətini inkişaf elətdirir, təfəkkürünü inkişaf elətdirir. Stol-üstü oyunlardır. Stol-üstü oyun. Mütərrik oyunu. Mütərrik bilmirəm. Mütərrik hərəki fəallığı təmin edir. Hərəkət oyunu. O fizikidir. Didaktik oyunlar. Öyrənməsini düzdür. Öyrənməsini fəallaşdırır. Ay, sağ olun. Yaxşı. Bir də siz mən deyin, hansı yaş qrupunda aparıcı fəaliyyət əşya manipulativ fəaliyyətdir? Hansı yaş dövründə? Erkən inkişaf dövründə. Erkən inkişaf dövründə aparıcı fəaliyyət düzdür, əşya manipulativdir. Bəs hansı yaş qrupunda uşaqlarda nitq mənimsəmə özünü göstərir? Nitq mənimsəmə hansı yaşdır? 2. Hansında uşaq? Fonetik eşitmə. Fonetik eşitmə olmaz. 1-2-də nitq mənimsəmədir. Avtonom nitqdən yəqin deyirsiniz, avtonom nitqdən istifadə. Həm də yalnız bilmir də sözlər mənası, yalnız eşitdir. Aha, düzdür. Hələ mahiyyətini anlamır, ona görə əyanilik mütləqdir. Yaxşı. Sonra rəsmdən də bir-iki sual verim. Ya aplikasiyadan verim. Qayçıdan istifadə hansı yaş qrupudur? Yəni hansı yaş qrupunda uşaqlara ilkin qayçı haqqında məlumat veririk və onu necə istifadə etmək, necə tutmaq, yəni təhlükəsizlikdir, bunları izah edirik.
Hansı yaş qrupudur? Böyük qrupu. Böyük olarmı ki, bilmirəm. Böyükdə sanki uşağın əl-əzəlləri. Aha. Mən bu mövzudan düz çıxsa da yəni yalan olacaq. Çünki bu mövzunu bilmirəm. Hə, keçməmişik. Yaxşı. Çox sağ olun. Çox sağ olun. Sağ ol. Leyla müəllimə. Leyla mı yazılan? Çox yaxşı. Aytən müəllimə, çox yaxşı. Hər vaxtınız xeyir. Leyla müəllimə, siz deyin, hansı bizim bacarığımızdır ki, bu bacarıq vasitəsilə tərbiyəçi müəllim həm öz kolleqalarının, yəni həmkarlarının da təcrübəsindən yararlanır, eyni zamanda öz təcrübəsində həmkarları ilə bölüşür, maarifləndirir. Gnostik. Ay, sağ olun. Maarifləndirmə gnostikdir, düzdür. Səslərə. Aha, yenidən açın Leyla müəllimə. Zəhmət olmasa səsləri diqqət yetirin. Xəbəriniz olmur, evdə nə danışırsınız, hər bir şey video kayda düşür. Sonra da YouTube-da özünüzü izləyəcəksiniz. Aha, Leyla müəllimə. Hansı bizim bacarığımız, siz sağ olun. Dedik, hansı bacarıqdır ki, tərbiyəçi müəllim, misal üçün günün birinci yarısında şənlik təşkil edir və düzgün şəkildə təşkil edir şənliyi. Hansı bacarıq? Təşkilatçılıq bacarığı. Təşkilatçılıq. Düzdür. Proqnozlaşdırma dediyi hansı bacarıqdır? Təxmin etmə, proqnozlaşdırma. Qnostik olmaz. Təxmin edirəm, proqnozlaşdırıram. Bir növ pedaqoji təxəyyüllə əlaqəlidir ki, təsəvvür edirəm hansı olacaq, hazırlıqlı, tədbirli, nəticə yönümlü hansı bacarıq idi? Konstruktiv. Aha. Məzmun xətti ilə məzmun standartları eyni anlayışda ya fərqli? Məzmun xətti inkişaf sahəmizdir. Aha, neçə məzmun xəttimiz var? Məzmun xəttimiz var. İdraki inkişaf, birinci fiziki inkişaf, idraki inkişaf, estetik yaradıcı və sosial emosional. Hansı inkişaf sahəsidir ki, orada yalnız 2 əsas standart var? Estetik yaradıcı. Estetik yaradıcı. Hansı inkişaf sahəsidir ki, burada uşaqlara ətraf aləmlə tanış edirik, ətraf aləm haqqında məlumat ötürürük. Yəni tanıdırıq, öyrədirik. İdraki inkişaf. Hansı inkişaf sahəsidir ki, uşaqlarda dostluq münasibətini formalaşdırırıq, əməkdaşlıq bacarıqlarını inkişaf elətdiririk? Aha, hansı emosional inkişaf. Düzdür. Hansı inkişaf sahəsidir ki, burada uşaqlara var ola biləcək potensial təhlükə barədə məlumat veririk. Yəni qarşıya çıxa biləcək bütün təhlükəyə uşağı əvvəlcədən hazırlayırıq ki, uşaq həm o vəziyyətə düşməsin, düşsə də aha, fiziki inkişaf, təhlükəsizlik, düzdür. Daha sonra hansı standartımızdır ki, bizim bu standart müəllimə yol göstərir. Əslində fasilitatorluq edir bir növ, bələdçilik. Yəni müəllim ona baxaraq artıq planını da qurur, məşğələsini də təşkil edir, məqsədlərini də müəyyən edir. Hansı? Hansı qiymətləndirmədir ki, məqsədə çatıb-çatmadığımızı göstərir bizə. Yəni bu qiymətləndirməni aparırıq ki, görək hədəfimizə, məqsədimizə çatdıq yoxsa çatmadıq. İnkişafa dair hesabat. İnkişafa dair, bilmirəm, yekun hesabat cəmi 2 dəfə aparılır da, 3-6 yaşda. Cəmi onda mı uşağa baxırıq ki, məqsədə çatdıq, çatmadıq? Olmaz o. Qiymətləndirmə zamanı, yəni məqsədə çatıb çatmadığımız İnkişafın izlənilməsi, şəxsi inkişafın izlənməsi. Hansı qiymətləndirmədir ki, alt standart, hansı qiymətləndirmə alt standartda öz əksini tapmır? Hansı qiymətləndirmədir? Diaqnostik olar. Xeyr, diaqnostik niyə? Yəni bu qiymətləndirmənin alt standartla elə də əlaqəsi yoxdur. Çünki alt standart hər il dəyişir, amma bu cəmi 2 dəfə aparılır. 3-6 yaşın sonunda. Hansı idi? Aha, yekun hesabat. Yekun hesabatın nəticəsi məktəbə getmək üçün belə deyim, hazırlanır, təşkil olunur, verilir uşaqlara, yoxsa ki, sadəcə valideynlərə məlumat vermək üçün ki, uşaq necə inkişaf olunur? İldə 2 dəfə aparılır, 3 və 6 yaşın sonunda. Məktəbə qədər dövrdə 2 dəfə, 3-6 yaşın sonunda. Məqsədi nədir? Uşağın məktəbə keçid etməsi üçün təşkil edirik ki, uşaq bu sənədi aparsın, məktəbə versin, qəbul olsun, yoxsa sadəcə valideynlər üçün? Sadəcə valideynlər üçün. Aha. Yaxşı. Hansı yaş qrupunda uşaqlar zaman haqqında məlumatı olur? Yəni zaman haqqında təsəvvürlər bu yaş qrupundan formalaşır uşaqlarda? 3-4 yaş. 3-4 yaş, düzdür. Hansı yaş qrupudur ki, uşaqlar bu yaş qrupunda artıq kompozisiyalar qururlar? Yəni sadə kompozisiyalar bu yaş qrupunda. 5-6 yaş. Saatdır, tərəzidir, xatkeşdir. Bunlardan istifadə hansı yaş qrupudur?
Hansı? İstifadə 5-6 yaşdır. 5-6 yaş. 5-6 yaşda uşağa sadəcə 10-a kimi saymaq öyrədirik ya 11-12 rəqəmlərdə tanış edirik? Yox, 10 dairəsində yalnız. 10 dairəsində öyrədirik. 10 dairəsində. Bəs o zaman uşaq saatı necə müəyyən edəcək ki, saat neçədir? Tərəzidə necə biləcək ki, neçə kiloqramdır? Xətkeşdə necə biləcək neçə santimetrdir? Mən bilən hər birində 12 rəqəmləri təsvir olunur. 11-də 12-də. Hə, müəllimə. 10 dairəsində olur da müəllimə. 10 dairəsində hesablamanı öyrədirik. Amma 11-12 rəqəmlərdə tanış edirik ki, uşaq axı saatı bilməlidir, tərəzini bilməlidir, xətkeşi bilməlidir. Düzdür? Bunların hər biri 12 rəqəm nə ifadə olunur? 11-lərdə müəllimə. Standart o başqadır da. Standart başqadır da. O ümumi təlim nəticəsi uşaqlara 5 dairəsində hesablama bəli. Yəni daha doğrusu 10 dairəsində hesablama 10 dairəsində bəli, amma 12-yə qədər öyrədirik uşaqları. Yəni 12 rəqəmli, 11-12 rəqəmlərlə tanış edirik. Yaxşı, bax biri var, hesablama. Hazırlığın kitabında görürəm. Aha. Nə var idi kitabında? 12-yə qədər yəni rəqəmlərdən saata görə. Bəli. Yaxşı. Sonra uşağın gün rejimini hansı hallarda pozmaq olar? Leyla müəllimə. Uşağın gün rejimini istisna hallarda pozmaq olar yəqin ki. Yəni valideynin ərizəsi ilə belə. Valideynin istəyi ilə. Yəni bağça dövründə uşağın, yəni uşaq bağçaya gəlib nə zaman gün rejimini pozmaq olar? Uşaqda hər hansı bir narahatçılıq hiss etdikdə biz o gün rejimini poza bilərik yəqin ki. Yəni sağlamlıqla bağlıdırsa o öz yerində. Amma ki, normalda uşaqların gün rejimi pozulmamalıdır. Niyə? Çünki uşaqda mən axı onun vərdiş halına salmaq istəyirəm. Uşağı nizam-intizamlı, disiplinli bir şəxsiyyət yetişdirmək istəyirəm. Əgər o bir dəfə bəzən olur ki, valideyn ərizəsi ilə müəyyən müddətlik rejimi tamamlamalı oluruq da, yəni axıra kimi qalmalı məsəl üçün. Bu istisna hallarda pozmaq olur, amma əsasən rejimə salmağa, yəni rejimdən kənara çıxmamağa çalışırıq. Rejimi qətiyyən pozmaq olmaz. Yenə qeyd edirəm, sağlamlıqla bağlıdırsa, bir də uşaq bağçada deyilsə, evdə o artıq valideyn məsuliyyət daşıyır. Bağça dövründə yəni uşaqların gün rejimi pozulmamalıdır. Yenə qeyd edirəm, bu sanki uşağın mənfi bir vərdişi var. Onu istəyirsiniz ki, uşaq tərcəsin. Və yaxud özünüzdə mənfi bir vərdiş var, istəyirsiniz onu tərcəyəsiz, əməl edirsiniz neçə vaxtı, onu vərdiş halına salırsınız ki, tərcəyəsiz 1, 2, 3, 5, 6-cıda yenə bildiyinizi edirsiniz, yenidən vərdiş geri qaytarılır. Burada da eynənlə, burada sadəcə tərsinədir də. Uşaqda vərdişi formalaşdırırsınız ki, hər vaxtında yatsın, yesin, dursun, oynasın. Birdən də gün rejimi pozuldu, uşaq sonra digərsən onu yatsıdır. Yaxşı. Bədii təfəkkür məşğələsində istifadə etdiyimiz oyunlar hansılardır? Hansı oyunlardan istifadə edirik? Sujetli, rollu oyunlardan daha çox istifadə edirik. Sujetli, rollu oyunlardan başqa, yəni səhnələşdirmədir, teatrlaşdırılmadır, dramlaşdırmadır. Bax, bu üçü. Düzdür, səhnələşdirmə, teatrlaşdırma, bir də dramlaşdırma. Bunlardan hansı əşyasızdır? Səhnə, teatr yoxsa dram? Əşyasız dramdır məncə. Ayson, dramlaşdırılma səhnəsizdir. Bəs hansı teatrdan, daha doğrusu hansı əyləncə növündən istifadə edirik bədii təfəkkür məşğələsi zamanı? Hansı əyləncə növləri? Ümumiyyətlə, hansı əyləncə növlərimiz var? Ən geniş yayılmış hansıdır? Hansılar? Hansı teatrlar? Nə teatrı uşağa maraqlı olar? Çölgə teatrı var. Nə teatrı? Çölgə. Çölgədir, düzdür. Amma ən sağ olun, kukla çölgə teatrı. Ən geniş yayılmışı da kukladır, düzdür, maraqlıdır uşaqlara. Əyləncəli xarakter daşıyır. Özünüzdə əlbəttə ki, bağçada onu təşkil edə bilərsiniz. Çox sağ olun. Günel müəllimə yazılan, Günel müəllimə iPhone yazılan, xeyr, qabağından İponya yazılan, yəni iPhone. Niyə elə yazıbsınız, bilmirəm. Günel müəllimə, sizə qayda gələcək. Siz mənə nə haqda məlumat verin? Bax, deyin, əgər tərbiyəçi müəllim hər hansı bir problem yaranır, bu zaman problemin həllinə başlayırsa, deməli, necə bir müəllim deyil? Yəni, hansı bacarıq onda formalaşmayıb? Problem baş verir. Burada sizləri zoom atır. Niyə müəllimlər yazır ki, bizi zoom atır? Atmır heç birinizi. Yəni, belə bir problemlə qarşılaşmamısınız?
Məlumat müəllimə. 5-6 müəllimdir. Bayaqdan yazdılar ki, bizi Zoom atır, niyə atır bilmirəm. Deməli, hansı... Mənim keçirdisində elə olmuşdu. Dərsə qoşulmaq olmur, atır. Hə, müəllimlər də yazır. İndi baxıram ki, 100 olur, birdən atır, bir də həmin insan qoşulur. Biri var, misal üçün qoşulmuyor. Mən keçən dəfə mən 2 dərs qoşula bilməmişəm. Elə ki, girirəm, atır. Nədəndir bilmirəm onu. Yaxşı, deməli, limit olmaq başqadır müəllimə. Limit 100 nəfərdir, ondan onsuz da artıq qəbul etmir. Biri də var ki, qoşulur 100 nəfərliyin içində var, sonra atır. Tezdən bir də gəlir. Yəqin nəsə problem yaranıb. Ola bilər ki, öz telefonlarındandır, internetdəndir. Yaxşı. Günel müəllimə, hansı bacarıqdır dedik? Qarşıya problem çıxır, mən ondan sonra başlayıram onun həllinə düşünməyə. Yəni əvvəlcədən təxmin etmirəm, ehtimalları var saymıram. konstruktivdir müəllimə. Tədbirləri görmürəm. Düzdür. Proaktiv yanaşma necə bir yanaşmadır, reaktiv yanaşma necə bir yanaşmadır? Proaktiv necədir, reaktiv necədir? Müəllimə proaktiv tədbirli olur. Yəni müəllimə bilir də, yəni necə olur da, yəni işlərin hamısını iş bilir, belə deyim, amma reaktiv onun əksi olur da. Yəni belə deyim də, tədbirsiz müəllim olur. Məsələn, belə. Hazırlıqsız müəllim. Yaxşı. Açıq sualla qapalı sualın fərqi nədir? Yəni hansı suallar uşaqda belə deyim, əqli fəallığı təmin edir, uşaqların nitq bacarıqlarını inkişaf elətdirir və müzakirə zamanı istifadə edirik? Açıq sual müzakirə zamanı istifadə olunur. Məsələn, qapalı sual uşağın nitqinə bir o qədər təsir göstərmir də. Məsələn, qapalı sual belə olur. Bayrağımızın neçə rəngi var? Uşaq deyir ki, 3. Artıq burada müzakirə edilmir. Amma açıq suallar bir növ müzakirəyə səbəb olur da, belə bilir. Yaxşı. Refleksiya nədir? Nə zaman aparılır? Refleksiya hər dərsin sonunda, mövzunun sonunda. Refleksiyanın tərifi nədir? Yəni məqsədi nədir? Özünü qiymətləndirmə. Özünü qiymətləndirmə. Düzdür. Uşaqlar özünü və yoldaşını qiymətləndirə bilər, yəni bunun üçün şərait yaratmalıdır tərbiyəçi. Bəli, müəllimə, olar. Yaxşı, daha sonra məşğələnin hansı mərhələsi sövq etmə, cəlb etmə, maraqlandırma, diqqətin cəlb olunması, fərzilərə səbəb olacaq vəziyyətlərin yaradılması ilə bağlıdır? Motivasiya mərhələsi. Əslində məşğələ motivasiya ilə bağlıdır. Hansı plandır ki, bu plan ümumi təlim nəticələrini təsvir edir? Ümumi təlim, hansı? İlk həftə. Nə idi müəllimə birinci? İllik, perspektiv. İllik planlaşdırma, bəli. Hansında məqsədləri yazırıq? Məqsədlər qeyd olunur. Hansı planda? Dairi planlaşdırmadır. Tərbiyəçi müəllim deməli, əlavə standartlar əlavə edə bilər standart qrupuna və yaxud əlavə inteqrasiya imkanları müəyyən etməlidir. Yəni, belə bir haqqı var. Bəli, artıq azalda bilər, olar. Daha sonra, plan qurmağın müəllim üçün faydası nədir? Yəni, planı əvvəlcədən quran tərbiyəçidə nə kimi müsbət xüsusiyyətləri var və yaxud təsiri var? Əvvəlcədən plan qurmaq. Yəni, əvvəlcədən, belə deyim də, nəticə yönümlü müəllim olur da müəllimə. Yəni, bütün işlərini vaxtında edir. Daha sonra proaktiv müəllim olur. Hazırlıqlı müəllim olur, belə bilirəm. Özünə inamlı olur. Məsələn, yoxlama gələndə artıq müəllim təşvişə düşmür. Ayson, özünə inamlı olur. Düzdür mü? Həyəcanlanmır. Ayson, vaxtı-vaxtı bir şey təşkil edir. Yaxşı. Məşğələnin hansı mərhələsindən sonra idman dəqiqəsi verilir? Məşğələnin hansı? Hansı mərhələ? Motivasiya dərk etmə, tətbiq etmə. Hansından sonra idman dəqiqəsi verilir? Əgər zehni gərginlik tələb olunan məşğələlərdirsə. Hansı olacaq? Dərk etmədə müəllimə. Sağ olun. İnklüziv təhsilin ən böyük mahiyyəti kimlər üçündür? Çünki sağlamlıq imkanı məhdud olan uşaqlar üçün onların təhsilə cəlb olunması. Düzdür. İnklüziv təhsil bu SIM uşaqları, yəni sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nə kimi tövhəsi var, nə kimi mahiyyəti var? Yəni müəllimə, onları belə deyim də, təhsildən kənarda qalmırlar da. Yəni deyir ki, hər bir uşaq təhsilə cəlb olunmalıdır. Cəmiyyətə inteqrasiya. Hər bir uşaq dəyərli olduğunu hiss olunmalıdır, bəli. Biri cəmiyyətə inteqrasiya, daha sonra hər bir uşağın haqqıdır ki,
təhsil alsın. Təhsil alsınlar, bəli. Təhsil onlar üçün əlçatan olmalıdır. Özlərini dəyərli hiss etdirməlidir. Ay, sağ olun, özünə inamlı. Yəni əslində inklüziv təhsilin mahiyyəti bütün uşaqların özünə inamlı, sağlam psixoloji mühitdə təhsil almasıdır. Yəni sağlam, emosional, mənəvi mühitdə özünü hiss etməsi. Bax, yadınızda saxlayın. Belə də cümlə yarada bilər. Biz dediyimiz kimi də. Bax, deyə bilər ki, inklüziv təhsilin əsas məqsədi və ya vəzifəsi nədir? Bütün uşaqlar üçün özlərini sağlam mənəvi psixoloji mühitdə hiss etmələri üçün şərait yaratmaq. Çünki burada nədir? O uşaqlar da dəyərli hesab edilir. O uşaqların qüsurları göz önündə saxlanılmır. Qüsur niyə deyirəm? Yəni qüsur gözündə baxmırıq. Daha sonra tibbi model yanaşmasında olmuruq. Uşaqları özəl hesab edirik, dəstəkləyirik, motivasiya edirik. Ümumiyyətlə tibbi ilə sosial modeli izah edə bilərsiniz. Fərqi nədir? Bəli. Deməli, tibbi model ondan ibarətdir ki, məsələn, uşaq xəstə olduğu onun üzünə vurulur da. Məsələn, qrupda uşağı pislikdirmək kimi çıxır. Amma sosial modeldə uşağı bir növ deyirik ki, onun xəstə olmağı onun üzərinə vurulmur da. Onu sosiallaşdırırıq bir növ. Aha. Hansında cəmiyyət dəyişməzdir? Sən xəstəsən. Aysel, hansında cəmiyyətin dəyişməz olduğu hesab edilir? Tibbidə yoxsa sosialda? Sosialdan müəllimə məncə. Bilmirəm, cəmiyyət dəyişməzdir. Uşaqlar xəstə hesab edilir, diaqnoz qoyulur. Tibbidə təbii ki, tibbidə. Düzdür. Daha sonra siz mənə deyin, hansı yanaşmada uşaqlar prosesin, yəni təlim prosesinin subyekti kimi hesab edilir? Əgər ki, tərbiyəçi müəllim hansı yanaşmadadır və ya hansı təlimi qurursa, bu zaman uşaqlar təlim prosesinin subyekti kimi hesab edilir. Yəni prosesin iştirakçısı kimi hesab edilir. Hansı olacaq? İnteraktiv təlim olar müəllimə. Bunu bir o qədər. İnteraktiv təlim, bəli. Uşaq yönümlü təhsil. Düzdür? Uşaq yönümlü təhsil daha genişdir, inklüziv təhsil. Müəllimə, uşaq yönümlü təhsil. İnklüziv təhsil bir növ sağlamlıq imkanı məhdud, yəni sim uşaqlarda, amma uşaq yönümlü təhsil bütün hər kəsə aid edilir. Düzdür, çox sağ olun. Nuray müəllimə. Nuray müəllimə. Əlinizi aşağı salın ki, sonradan qarışıq düşməsin. Deməli, siz mənə deyin, əgər tərbiyəçi müəllim uşaqlar arasında işləri və yaxud rolları düzgün bölə bilmirsə, deməli, hansı bacarığa sahib deyil? Konstruktiv müəllim, yox, təşkilatçı müəllim. Təşkilatçı. Ay sağ olun. Bəs əgər tərbiyəçi müəllim uşaqlara görür ki, uşaq misal üçün təşvişə düşür, narahatçılıq keçirir və ona təsir edir, yəni təlqin edici bizim qabiliyyətimiz hansı qabiliyyətdir? Mən uşağın o emosional vəziyyətinə təsir edirəm. Yəni uşağı o vəziyyətdən çıxardıramsa, hansı qabiliyyətə sahibəm? Mən konstruktiv bacarıq, yəni tədbirli olmalıdır hər şeyə ki. Bacarıq deyil, qabiliyyətlərdən. Hansı? Bilmirsinizsə deyin keçin başqa suala. Qabiliyyətlərdən. Aha. Sugestiv qabiliyyət. Son sugestivdir, düzdür. Yaxşı, bəs müəllimin hansı ünsiyyət bacarığıdır ki? Bax, ünsiyyət bacarığından verirəm. Bu arada müəllimin şəxsi, idraki, bir də ki, deməli, işçi ünsiyyət bacarığı var. Hansı ünsiyyət bacarığıdır ki, müəllim burada məlumatı birbaşa uşaqlara ötürür? Yəni, nəql etmə, məlumatı birbaşa ötürmə, hansı müəllimin ünsiyyət bacarığından əlaqəlidir? Hansı olar? İşçi yoxsa şəxsi? Mən də işçi. Aha, işçidir. Mövzunu yəqin öyrənməmisiz. Yaxşı, bax, siz mənə deyin, ailələrlə necə görüş növləri var? Hansı görüş növlərimiz var? Ailələrlə bir çox ailələrlə WhatsApp üzərindən görüş ola bilər, anketləşmə üzərindən. İndi bunları ümumi təsvir etsək, misal üçün fərdi və kollektiv deyə bilərikmi? Dəyirmi masa təşkil edə bilərik. Yəni hansı kollektivdə, hansı fərdidir? Ailələrlə görüş təşkil edirik. Fərdi hansıdır, kollektiv hansıdır? Açıq qapıdır. Kollektivdə mən açıq qapıdır, bəli, dəvət edirik. Hər bir kəs gəlir, əyləşir. Fərdidə də yəni bunu tək adden deyək də müəllimə. Uşağın hər hansı bir nöqsan olarsa, uşağın zəif və yaxud da əskik cəhətlərini onu ancaq biz fərdi münasibət qrup
yönləndirib çatdırmalıyıq fikrimizi. Yəni bir növ buna konfidensiallıq da deyirik. Hansı etik prinsipidir ki, yalnızca bunu istisna hallarda pozmaq olar? O da heç pozulmaq sayılmır, hesab edilmir. Yəni pozultu kimi qəbul edilmir. Bircə dənə etik prinsipimiz var ki, sadəcə başqalarına olmaz. İstisna hallarda pozmaq olar. Hansı hallarda, hansı vəziyyətlərdə bunlar? Və hansı etik prinsipindən bəhs edirik? Konfidensiallığa deyirsiniz. Konfidensiallığı nə zaman poza bilərik? Nə zaman ehtiyac? Konfidensiallığı, yəni əgər uşaq nəsə necə deyim, müəllimə. Məsələn, uşağın həyatı üçün təhlükəli bir vəziyyət varsa, mən poza bilərəmmi konfidensiallığı? Ay sağ olun. Yəni təhlükəli bir vəziyyət varsa, o zaman mütləq deməliyik ki, mütləq ya valideynlə bağlı da deyilsə, uşaq hüquq mühafizə orqanlarına. Bəli, hüquq mühafizə orqanlarına xəbər verməliyik. Yaxşı. Daha sonra siz mən deyim. Bax, uşağın mən istəyirəm ki, video görüntüsünü hər hansı bir sosial şəbəkədə paylaşın da. Məşğələ keçmişəm. İcazə almalıyıq müəllimə. Valideyndən icazə almalıyıq. Düzdür, mütləq ki, icazə almalıyıq. Hər valideyn eyni reaksiya vermir. Tərbiyəçi müəllim Azərbaycan Respublikasının Konstitusiyasının qaydalarına, yəni qayda qanununa əməl etməlidir. Qanun aliliyi. Düzdür. Bəs yalan danışmamaq, yalan məlumat verməmək hansı etik prinsipidir? Yalan danışmamaq, informasiya savadlığının olması. Xeyr, yalan danışmamaq. Yalan danışsam, siz mənə güvənərsiniz? Xeyr, müəllimə. Hansı olur? İctimai etimat. Düzdür. Bəs şər böhtanı atıramsa, baxın şər atıram, böhtan edirəm və yaxud əlimdə dəlil sübut olmadan tənqid edirəmsə, deməli hansı loyallıqdır? Düzdür. Loyallığı situasiyada mənə təsvir edə bilərsiniz? Nə zaman misal üçün pozular loyallıq? Yəni bir situasiya yaradın. Bir vəziyyət yaradın. Hansısa bir bağça haqqında, müəllimə, hansısa bir bağça haqqında bir ictimaiyyətdə, cəmiyyətdə, yəni onun nüfuzunu pozur, yəni hansısa bir müəllimə haqqında yaxşı rəylər, yaxşı fikirlər söyləmir də, yəni bir növ qeybət kimi deyim də müəllimə. Uşaq şəxsiyyətin formalaşması üçün hansı tələbatları nəzərə almaq lazımdır, hansıları formalaşdırmaq lazımdır? Tələbatlar hansılardır? Emosional tələbat. Emosional, ünsiyyət, bir də idrac. Emosional, iradi tələbat. İdrac. 3 dənədir. Ünsiyyət, idrac, emosional, iradi birgədir. Yaxşı, əgər uşaq işini sona qədər aparıb çatdıra bilmirsə, misal üçün hövsələsizdirsə, dözümlülük nümayiş etdirmirsə, deməli hansı tələbat? Emosional tələbat. Düzdür. Əgər uşaq nitqin semantik məzmununa riayət edirsə, qrammatik quruluşuna riayət edirsə, deməli hansı tələbat onda formalaşır? Hansı yaş qrupundan etibarən uşaq nitqin semantik məzmunu, qrammatik quruluşuna əməl etməyə başlar? Yəni onda bacarıqlar formalaşır. Hansı? Hansı yaş qrupudur ki, normativlərə, həmçinin sosial standartlaşdırılmış nitq dövrü, yəni uşaq nitqini sosial standartlara uyğun tənzimləyir. Hansı yaş qrupudur? Məktəbə hazırlıq qrupu. Məktəbə hazırlıq qrupudur. Şamxal İbayev yazılan azaz verəcəm sualları hər kəsə çatsın. Adınız nədir? Axşamınız xeyir müəllim. Hər vaxtınız xeyir. Adınız nədir? Esmira müəllim. Esmira müəllimə. Ümumiyyətlə 5-6 yaşında uşağın fəal lüğət bazası nə qədər olmalıdır? Yəni nə qədər fəal lüğət bazasında aktiv sözlər olmalıdır, yəni istifadə üçün? 5000-6000 hardasa. O qədər olmaz. O qədər elə deyil. Fəal lüğət bazası 100-dür. Fəal lüğət bazası uşağın 100. Əgər mən çox fəal uşağamsa 150-200-dür.